işçi ilə əmək müqaviləsi bağlamaq üçün işçinin neçə yaşı olmalıdır? Punktlar göstərir A, B, C, D, E. Misal üçün də yazır orada, misal üçün A variantına 18 yaş, B variantına 20 yaş, C variantına 15, D variantına 16. Düzdürmü? Əksər hallarda biz cavab variantları, yəni doğru hesab etdiyimiz variant 18 olandır. Yəni 18 yaşını tamam etmiş hər bir şəxsi, yəni əmək müqaviləsi bağlaya bilər kimi doğru cavab kimi götürürük. Amma Əmək Məcəlləsinin 42-ci maddəsi bizə deyir ki, əmək müqaviləsini bağlamaq üçün gərək şəxsin 15 yaşını tamam eləməyi bəs eləyər. Yəni 15 yaşını tamam eləmiş hər bir şəxs, yəni ümumən yəqin ki mənim fikrim sizə çatdı da. Yəni bəzən elə olur ki, imtahanda sual düşür ki bizə, hansı yaş kateqoriyasını tamam eləmiş şəxs əmək müqaviləsi bağlaya bilər? Təbii ki, variantlar içində 18 olur, 16 olur, 20 olur. Amma bizə lazım olan Əmək Məcəlləsinin 42-ci maddəsini öyrənməkdir. Əmək Məcəlləsinin 42-ci maddəsi bizə deyir ki, əmək müqaviləsinin tərəfləri, yəni maddənin adı belə gedir. Amma bizə bu maddənin daxilində lazım olan 3-cü bənddir. 3-cü bənd bizə deyir ki, 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxsə əmək müqaviləsi bağlana bilməz. Yəni bəndin belə deyim də ikinci hissəsini qoyuruq kənara. Bizə aydın olan hissə nədir? 15 yaşını tamam etmiş hər bir şəxs əmək müqaviləsinin tərəfi ola bilər. Yəni cavab variantının içində bəzən belə suallar düşəndə neçə yaşını tamam eləməlidir işçi? Əksər hallarda 18 yaş götürülür. Amma doğru cavab variantı 15 yaşdır. 15 yaşını tamam etmiş hər bir şəxs təbii ki, əmək müqaviləsinin tərəfi ola bilər. Bir də 42-ci maddədə bizə lazım olan hissələrdən bir də 4-cü bənddir. Yəni fəaliyyət qabiliyyəti olmayan şəxs işə götürən ola bilməz. Yəni bu nə deməkdir? Ola bilər ki, hər hansısa bir travmadan, ümumiyyətlə öz-özünü idarə edə bilməyən şəxs, yəni işə götürən ola bilməz. Tam fəaliyyət qabiliyyəti yoxdur. Yəni o necə deyim, yataq xəstəsi ola bilər, stasionar xəstəsi ola bilər. Yəni necə deyim, öz-özünü idarə edə bilmir. Fəaliyyət qabiliyyəti yoxdur həmin şəxsin. O necə işə götürən ola bilər? Yəni bizə 42-ci maddə 3-cü və 4-cü bənd mütləq şəkildə lazımdır. Onsuz da biz bilirik ki, 42-ci maddənin 1-ci bəndində, 2-ci bəndində məntiqi əsasdan tapmaq olur. 1-ci bəndə nə deyir ki? Deyir ki, əmək müqaviləsi, yəni müqavilələri ümumiyyətlə sərbəst bağlanır. Bunu hamımız necə deyim sizə bilirik də. Düzdürmü? Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən şəxs, yəni əmək müqaviləsinin tərəfi olmağa məcbur edilə bilməz. Bu da aydın olan hissədir. Və ya əmək müqaviləsinin tərəflərindən biri işə götürən, digəri də işçidir. Bunlar aydın olan hissələrdir. Yəni bizə belə deyim, elə də çətinlik yaratmır. Amma bizə vacib olan məqam 42-ci maddədə 3-cü və 4-cü bənddir ki, mütləq şəkildə bunu dönə-dönə təkrar eləmək lazımdır. Bəzən belə suallar düşür. Yəni neçə yaşını tamam eləmiş şəxslə biz əmək müqaviləsi bağlaya bilərik? Aydındır? Biz orada təbii ki 15 yaşı götürə bilərik. Okeydir. Daha sonra bizə imtahan zamanı bizim qarşımıza çıxan maddələrdən biri də əmək müqaviləsinin müddətidir. Bir qayda olaraq yadda saxlayırıq ki, əmək müqaviləsi iki formada olur. Müddətli ya da müddətsiz olur. Düzdürmü? Yəni belə deyim sizə, burada da 45-ci maddə 1-ci bənd vacibdir. Bir də 5-ci bənd vacibdir. 5-ci bənd nə deyir? Deyir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Yəni 5 il ard-arda müqavilələr yenilənirsə, təbii ki, sənin müddətli müqavilən artıq müddətsiz hesab ediləcək. Aydındır? Daha sonra burada bir şey də var, məqamdır ki, ola bilər sizlə müddətsiz müqavilə bağlanır, amma işə götürən sizin razılığınız olmadan həmin müqaviləni müddətliyə çevirir. Bu qanunla qadağandır. Çünki bir tərəfli qaydada bunu etmək mümkün deyil. Yəni qanun bunu qadağan edir. Daha sonra 47-ci maddə biraz baxmaq lazımdır. 47-ci maddə nədir? Müddətli əmək müqaviləsinin bağlanan hallardır. Orada punktlar var. Məsələn A, B, C, C, D. Ən çox F bəndi ilə, bir də G bəndi ilə bağlayırlar. Belə deyim də, müvafiq olaraq tərəflərin hüquq bərabərliyi, yəni prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə F bəndi budur. Bir də ki, G bəndi var ki, orada qanunvericilik nəzərdə tutulmuş digər hallarını, təbii ki, A, B, C, C, yəni digər punktlara, yəni onlar əslində müddətli əmək müqaviləsinin bağlanmasına hallarıdır. Onlara nəzər yetirmə. Ən çox ancaq F bəndi, bir də G bəndi ilə olur. Yəni onu yadda saxlayın. Yəni bir növ onu əzbərləmək lazımdır. 48-ci maddəyə nəzər salmaq lazımdır. Ötəri şəkildə söz yox.
öyrənsəz daha yaxşı olar. Amma digər maddələrə nisbətən bu az hallarda düşür. Amma yenə diqqət etmək lazımdır, asandır. 51-ci maddə bizə lazım olan maddələrdən biridir. Bu nədir? Sınaq müddətindən danışır bizə. Sınaq müddəti biz bilirik ki, bir işçiyə ona görə verilir ki, həmin işçinin peşəkarlıq səviyyəsini, həmçinin əmək funksiyasını icra etmə bacarığını yoxlamaq məqsədi ilə təyin edilir. Və sınaq müddəti müqavilənin belə deyim, müddətindən asılı olaraq dəyişə bilər. Misal üçün 6 aya qədər olan müqavillərdə bir qayda olaraq sınaq müddəti verilir 2 həftə. Yəni 2 təqvim həftəsi. Yəni 2 təqvim iş günlərindən getmir də. Yəni orada qeyri iş günləri də aiddir. Bayram günləri də ora aiddir. Aydındır?